Hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz uşaqlarda diqqət çatışmazlığı və yaxud da yaddaşsızlıq məsələlərindən daha çox biz danışa bilirik. Valideynlər çox vurğulayırlar. Uşağımın yaddaşı çox zəifdir, diqqət çatışmazlığı var. Nə etməliyik? İlk öncə biz baxmalıyıq. Uşaqlarda əqli gerilik varmı, yoxmu? Uşaqlarda davranış pozğunluğu varmı, yoxsa yoxdur? Bunlar normaldırsa, söylədiyimiz diqqət çatışmazlığı və yaddaş məsələləri bir araşdırmalıdır. Altda yatan səbəb nədir? İlk öncə uşaqların burada düzgün qidalanması bizim üçün çox önəmlidir. Yəni hansı uşaqlar ki, paketləşmiş qidalar, konservləşdirilmiş qidalar, mağazada satılan və şəkərli qidalar, şokoladın düzgün yüklənməsi fonunda biz uşaqlarda bu halları müşahidə edə bilərik. Həmçinin uşaqların telefon, TV və yaxud da planşetə çox meyil etməsi onlarda diqqət yayılmasına, çatışmazlığına və yaddaş pozulmalarına gətirib çıxara bilir. Yəni, məsəl üçün, bir uşaq məktəbə gedir, ancaq dediyimiz hallarla məşğuldur, qidalarla qidalanır. O fonda bu uşaqlarda biz artıq diqqətin yayılmasını müşahidə edə biləcəyik. Və bu məsələlərdə hökmən valideynlər bəzən dərmanlara başvururlar. Bizə də istəyirlər ki, doktorum, bizə mütləq uşaqların yaddaşını artıran dərmanlar verək və yaxud da diqqəti tənzimləyən, yayılmasının qarşısına alan dərmanlar verək. Bu, belə bir dərman yoxdur, bu yanlış qərardır. Mütləq uşaqlar orqanik qidalanmalıdırlar, təbii qidalara başvurmalıdırlar. Məsəl üçün, yumurta yeməlidirlər, zeytunla qidalanmalıdırlar, balıq və balıq məhsulları qəbul etməlidirlər, maye balansını su və təbii meyvə şirələri ilə ödəməlidirlər. Söylədiyimiz kimi, diqqət yayılması yaradan televizor, TV, planşet bunlardan uzaq qalmalıdırlar maksimum şəkildə və uşaqlara oxuma və dərs disiplini öyrətməmiz lazımdır. Bəzən çox nadir hallarda biz preparat şəklində omega-3 uşaqlara verə bilirik. Ancaq hansı uşaq ki, həftədə 2 dəfə, 3 dəfə balıq qidaları və balıq məhsulları qəbul edə bilərsə, bu preparata da ehtiyac olmayacaqdır. Və həmçinin həqiqətən bu məsələ həkim müayinəsindən sonra düzgün diaqnoz qoyularsa, diqqət çatışmazlığı və yaddaşsızlıq problemləri varsa, bunun altda yatan tibbi tərəfləri ola bilər. Məsəl üçün, uşaqların tiroid hormonunun normal çalışmaması, B12 azlığı, dəmir defisiti, anemiyası, fol defisiti, D vitamini azlığı, bədəndə mikroelement balansının pozulması fonunda da uşaqlarda bu hallar müşahidə oluna bilir. O baxımdan da bu məsələlər çox diqqət cəlb edərsə, həkim müayinəsindən sonra düzgün qərar verilərsə, düzgün müayinələr aparılmalı və düzgün qərar alınması çox vacibdir. Apteklərdən yanlış olaraq uşaqlarınıza yaddaş artıran, diqqət çatışmazlığını aradan götürən deyilib sizə verilən dərmanları vermək qəti şəkildə yol verilməzdir.